Ələmli. Uşaqlar minə bilər tankın içinə. Yox, birazdan sürəcəyik. Hə, heç nə onda. Oldu. Eşitdiniz də uşaqlar. Qismət deyilmiş. Qalsın başqa vaxta. Hayda. Ne oldu? Evde nasıl oldu? Yox. Cəmil babanın bağına traktorlar girir. Gülsüm yazdı indi. Ne? Pərviz tez bizi evə çatdır. Daha doğrusu meşəliyə. Yaxşı, qulaq asın. Buradan dümdüz gedin, axıra qədər. MBM tərəf çıxın, mən də gəlirəm, yaxşı? Sağa sola gedməyin, ha, düz gedin. Tez, tez. Ne oldu bu uşaqlara? Salam canım mənim. Ne oldu uşaqlara? Niye kaçtılar? Canım mənim, bir balaca problem çıxdı, ona görə biz getməliyik. Ne problem? Yaşıl kəndə təzə bir iş adamı gəlib, otel tikmək istəyir. Otel tikəcəyi yerdə bizim üçün çox önəmli bir yerdir. Yaşıl kənddə Cəmil baba var, bəlkə tanıyarsınız. Ha. Cəmil babanın bağı. O illərlə orada əziyyət çəkib, əkib, becərib, gözəl yerdir, mənzərəli yerdir. Həm də ki, niyə də boş yerə orada otel tikilsin axı? Yəqin ki, her şey qanuni şəkildedir. Yoxsa onlar belə arxain hərəkət edə bilməzlər. Yaxşı, indi nə eləmək istəyirsiniz?